Salam dəyərli izləyicilər, Milli Şuranın sədri sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. O sosial şəbəkədə bildirib ki, bugün, yəni noyabrın 30-da güya qızının ailəvi tədbiri ilə bağlı həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib. Maraqlıdır ki, dünən Milli Şuranın üzvü AXCP sədri Əli Kərimli və AXCP rəyasət heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb. Daha sonra onlar Dövlət Təhlükəsizlik Xidmətində dindiriliblər. Məlumata görə proses Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır. Digər məlumata görə ötən gün axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb. Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli Dubayda hansı təxirə salınmaz ailə tədbirinə gedirmiş. Aydındır ki, Cəmil Həsənli istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyib. Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib eləsə də qısa müddətdə onun təkzibi Türkiyədən verdiyi məlum olmuşdu. Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış zamanı evdən Milyarderlər İttifaqı ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapıldığı barədə informasiya yayılıb. Onu da qeyd edək ki, vaxtilə Rusiyada Milyarderlər İttifaqının namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycandakı icraçılarının kimlər olduğu heç kimə təbii ki, sir deyil.